Geldim buradan kapıdan içeri girdim, gördüm 3 tane şəhiddir. Birinci, ikinci, üçüncüden kan gelmirdi, ikinciden gelirdi. Yaxınlaşdım ki, belə durup baxanda yüce yavaş onu irəliləyirdim ki, onun qolunu örtəm. Dedilər ki, yorulmuşsan, çıxaq çölə. Amma bana bir de dediler ki, bu şəhidin qanı kim yoğar? O qanı da özüm sildim. Üst qorunun da qanını özüm çıxdım, sildim. Sildim, çıxdım, getdim zala. Zala gedəndə qılçalarım tutuldu. Ben gene de vurmadım ki başıma. Ki mənim olar da, dedim ötəri bir şeydi, kürəyim yandısa da nəysə var. Eləmədim onu. 29 sentyabr 2020-ci il Vətən müharibəsinin 3-cü günü. Sevda ana adəti üzrə Füzuli Tibb Mərkəzinə işə gəlir. Qürurla, həvəslə torpağı vətən etmək uğrunda yaralananların yarasına məlhəm, şəhidlik zirvəsinə ucalanlara son təşəkkür borcunu yerinə yetirməyə. Hardan bilsin ki, həmin gün morqa gətirilən, qanını yuyub təmizlədiyi, üstünü örtdüyü şəhidlərdən biri də gözünün ağı qarası, elə öz oğul balası Sərhəd Hüseynovdur. Ama elə Allah bana bir qüvvət vermişdi, bir iş görürdüm. Elə ancaq dedim təmizliyim, yuyum, köməlim əlimdəysə. Gah oradan yaraların